Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Paşinyan arasında keçən görüşü mən mehriban düşmənlər arasında keçən bir görüş kimi qiymətləndirərdim. Doğrudan da hər iki lider demək olar ki, qəlblərində olan bütün fikirləri, sözləri mehribancasına bir-birinə çatdırdılar. İyunun 7-sində keçirilən parlament seçkisindən öncə bir-birlərinə deməli və etməli olduqları məsələlər var idi və bunları da etdilər. Paşinyanın Moskvaya səfərində Ermənistan tərəfi daha çox maraqlı idi və yəqin ki, elə bu görüş təklifi də Ermənistan tərəfindən gəlmişdi. Çünki Ermənistanda hal-hazırda müəyyən bir narahatlıqlar var. Artıq məsələlər narahatlıqdan yox, konkret olaraq strateji bir narahatlıqlar səviyyəsinə çatıb və cənab Vladimir Putinin görüş zamanı mən deyərdim ki, hətta diplomatik qaydaları pozaraq, bəlkə də normal münasibəti pozaraq, həm də ki, biraz da qanundan kənar, yəni konstitusiyanın tələbinə uyğun olmayan şəkildə fikir bildirməsi ki, Rusiya pərəst qüvvələrə də, seçkilərdə iştiraka və hətta deyərdim ki, bəlkə də qələbə qazanmağa şərait yaradılsın kimi fikirləri biraz təbii ki, narahatlıqlar doğurdu. Dünənki məsələlər, iki lider arasında olan görüşlər ümumilikdə bu siyasi məsələlərə tamamən yeni bir çalar gətirdi. Bir çox qaranlıq məsələləri aydınlaşdırdı və belə görünür ki, seçki heç də asan olmayacaq. Mən məsələlərin regiona ciddi bir təsir göstərəcəyi fikrindəyəm.